Bismillahirrahmanirrahim. Assalamu aleykum hörmətli mömin bacı və qardaşlar, hörmətli izləyicilər. Dərhal duaya keçirəm. Uşaqların zəkası üçün xüsusilə hər bir insan etmək olar. Xüsusilə uşaqlara uşaq var, müəllimin hər dediyin heç kitab oxumaq lazım olmur. Elə dərsdə dediyin elə götürür, yadında qalır, dediyi hər kəlməsinə qədər. Bu ilahi bir vergidir. Uşaq var, qalmır, yaddaşı zəifdir. Daha əvvəllərdə yaddaşla bağlı dualar sizə təqdim etmişik. Bu da gözəl duadır, lakin bunu etmək biraz çətindir. Niyə görə çətindir? Zəfəranla gül suyu ilə bütövlükdə Yasin surəsi yazılmalıdır. Duyduğunu unutmamaq və ağlı ziyadələşdirmək. Yaddaşdan başqa ağlı da gözəlləşdirmək üçündür bu dua. Nə deyilir? Yasin-i şərifi bir kağıza zəfəran və güləb ilə yazaraq, üzərinə də 7 dəfə Yasin-i şərifi oxuyub, sonra suyunu içirsələr, artıq duyduğu heç bir şeyi unutmaz. Bu əməli çocuklara yapsalar, yəni suyunu çocuklara içirsələr, əzim faydaları vardır. Qəflət etmə, yəni qəflət nə hacət? Mütləq bu duanı əgər edə bilirsənsə, et. Zəfərana gül suyu əlavə edirik. Zəfəranın rəngi çıxır gül suyuna. Pero ilə onu yazırıq. Bütövlükdə əvvəldən sonuna qədər Yasin surəsini yazırıq. Yazandan sonra üzərinə həmən o yazdığımız kağızı qoyuruq qarşımıza. Üzərinə dayanmadan 7 dəfə Yasin surəsini oxuyub üfürürük. Bundan sonra həmən kağızı suya qoyuruq, o yazılar çıxır suya, Allahın izni ilə səhərlər ac qarnına, övladınıza və yaxud özünüz için. Suyu elə təşkil edin ki, 7 gün ac qarnına səhər içə biləsiniz. O barədə burada yazılmayıb, 7 gün səhər ac qarnına, o surə 7 dəfə oxunur deyə 7 gün içirilməlidir, bunu da biləsiniz. Çox faydalıdır. Alimlərin birbaşa bəzən soruşurlar, bu dua ilə bağlı qarant nədir? Birbaşa, yəni qəflət olunmaya təcrübə edilmiş duadır. Alimlərin birbaşa buyruğudur. Kimin ki övladının, özünün yaddaşla bağlı problem çəkir, mütləq bunu etsin. Yaddaşla bağlı problemləri olanlara başqa bir tövsiyəm də odur ki, İslam təbabətindəndir. Uşaqlarınıza yaddaşla bağlı, yaddaşı korlayan turş almadır, turş alma. Bir də ki, yaxşı bişməmiş yumurta yaddaşa çox ziyandır. Yadınızda saxlayın bunu. Xüsusən məktəbli uşaqlara, təhsil alan uşaqlara bunu verməyin. Bu qidalardan imtina eləsin. Şirin alma yedizdirin, turş alma yox. Yumurtanı tam bişmiş yedizdirin, ilıq yox. Bunu da yadımdaykən dedim sizə. Allah əmanət olun, qalın sağlıcaqla. Allah əmanətsiz.